Bismillahirrahmanirrahim. Salam aleykum və rəhmətullah. Sual olunur ki, oruç tutan şəxs iynə vurdura bilərmi? Cavab budur ki, Ayətullah Sistaninin nəzərinə əsasən iynə vurdurmaq istər qidalandırıcı iynələr olsun, istər ağrı kəsici, vaksin və s. Bunlar istər damara vurulsun, istər əzələyə vurulsun, heç bir maniyyəsi yoxdur və orucu batil etmir. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən, əgər damara vurularsa, fərqi yoxdur, istər qidalandırıcı olsun, istər ağrı kəsici olsun və s. bu iş icazəli deyil. Oruçdan şəxs damara iynə vurdura bilməz. Amma əzələyə vurularsa, heç bir maniyyəsi yoxdur. İstər qidalandırıcı olsun, istər ağrı kəsici, vaksin və s. Ayətullah Xameneyinin nəzərinə əsasən isə, əgər iynə qidalandırıcı olarsa və yaxud ağrı kəsici olarsa, bu halda damara vurulması icazəli deyil. Amma əzələyə vurularsa və qidalandırıcı olmazsa, məsələn, ağrı kəsici iynələr olarsa, yaxud vaksin olarsa, bu halda işqalı yoxdur və orucu batil etmir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.